Əgər uzun müddətli boyayan, yaşıl, sağlam, gözəl yarpaqları olan, amma meyvə verməyən bir meyvə ağacın varsa, bu video sənin üçün maraqlıdır. Çünki bu gün sənə illərdir istifadə olunan, düzgün tətbiq edildikdə həmin ağacın meyvə verməyə başlamasına səbəb ola biləcək real bir texnikanı öyrədəcəm. Amma bunu düzgün etmək üçün bir doğru, bir də yanlış yol var. Və məhz bugün bu barədə danışacağıq. Bu kanalda biz təcrübəyə və həqiqətən işləyən usullara əsaslanan, ağaclarımızın məhsuldarlığını artırmaq üçün real texnikaları paylaşırıq. Bugün sənə izah edəcəyim şey bir çox insanın başına gəlir. Onların limon ağacı, portaxal ağacı, hətta illərdə əkilmiş avokado ağacı olur. Ağac boyuyur, yeni yarpaqlar çıxarır, güclü və sağlam görünür, amma cizə açmır və ya çox az cizə açır və meyvə tutmur. İlk ağla gələn odur ki, qübrə çatışmır, su azdır və ya ağacda hansısa problem var. Amma çox vaxt səbəb bunlar olmur. Çox vaxt ağac həddindən artıq rahat olur və ağac çox rahat olanda boyuyur, amma məhsul vermir. Məhz burada bugün danışacağımız texnika isə düşür, hansı ki, ağacın növündən asılı olaraq buna anillado və ya rayado deyilir. Bu, illərdir kənd təsərrüfatında, xüsusilə sitrus və avokado ağaclarında istifadə olunan bir texnikadır və düzgün tətbiq olunduqda ağaca zərər vermir, əksinə onu çiçək və meyvə verməyə stimullaşdırır. Davam etməzdən əvvəl vacib bir şeyi aydınlaşdırmaq istəyirəm, amma heç kimin həvəsini də qırmaq istəmirəm. Bu texnika ən yaxşı nəticəni artıq formalaşmış, strukturu olan və yaşına, ölçüsünə görə meyvə verməli olan ağaclarda tətbiq edildikdə verir. Çox gənc ağaclarda isə ağac hələ də boyumaya, budaq və kök formalaşdırmağa fokuslanır. Amma ağac artıq inkişaf etmiş olsa da, yenə də meyvə vermirsə, məhz burada bu texnika həqiqətən fərq yaradır. İndi isə anillado və ya rayado texnikasının dəqiq olaraq nədən ibarət olduğunu izah edəcəyik. Limon və ya portağal kimi sitrus ağaclarında bu, budağın qabığında çox incə dairəvi bir kəsik etməkdən ibarətdir. Bu, dərin bir kəsik deyil, budağı kəsmək deyil, yalnız qabığı çıxarmaqdır. Bu, hava qatlaması azoto edərkən etdiyimiz kəsiyə çox bənzəyir. Və bu təsadüfi deyil, çünki prinsip tam olaraq eynidir. İndi istəyirəm ki, növbəti hissəyə çox diqqət yetirəsən, çünki bu, videonun ən vacib məqamlarından biridir və insanların ən çox səhv etdiyi yerdir. Bu texnika ağacın bütün budaqlarında tətbiq olunmur və gözə görə edilmir, nisbətə əsaslanır. Ümumi qayda sadədir. Maksimum, ağacın budaqlarının təxminən 50% üzərində izlənir. Heç vaxt hamısında yox. Sənin üçün aydın nümunələr verəcəyəm ki, heç bir qarışıqlıq olmasın. Əgər ağacın 4 əsas budağı varsa, düzgün olanı bunu 2 budaqda etməkdir. Əgər 6 budağı varsa, bunu ucunda edirsən. Əgər 10 budağı varsa, bunu besində edirsən. Mənim konkret halımda, məsələn, bu limon ağacının 15 budağı var. Bu qaydaya əsasən vaxtında düzgün olan texnikanı yalnız təxminən 7 budaqda tətbiq etməkdir. Heç vaxt hamısında yox. İndi görə bildiyin kimi nəticələr göz qabağındadır. Boyu yaxşı formalaşmış limonlar çox səxavətlidir və üstəlik dibcəydədir, bu isə daha da böyüyü qurdu. O halda artıq texnikanı tətbiq etmə ehtiyac yoxdur. Çünki ağac artıq cavab verdi. Anilləmə vaxtında edildi, ağac düzgün reaksiya verdi və indi təbii şəkildə məhsul verir. Bunu da basa düşmək vacibdir. Anilləmə elə bir şey deyil ki, daim edilsin. Bu, ağaca ehtiyac duyanda stimullaşdırmaq üçün tətbiq olunan bir texnikadır. Ağac artıq lazımi kimi meyvə verirsə, ən yaxşısı onu rahat buraxmaq, yaxşı qulluq etmək və sadəcə nəticədən zövq almaqdır. İndi isə basa düşəcəyik ki, bu texnika niyə bu qədər yaxşı işləyir? Ağacın 2 əsas axını var. Bir tərəfdən, köklər qövdənin içi ilə yuxarıya su və qida maddələri göndərir. Digər tərəfdən, yarpaqlar fotosintez vasitəsilə enerji istehsal edir. Bu enerji adətən ağacın qabığı boyunca gövdəyə və köklərə doğru aşağı enir. Anilləmə etdikdə, qabıqdan aşağı enən bu enerji axınının qarşısını alırıq. Beləliklə, ağacın yuxarı hissəsində istehsal olunan bütün enerji həmin zonada toplanır və ağac təbii reaksiya olaraq bu enerjidən çoxalmaq, yəni çiçək və meyvə vermək üçün istifadə edir. Ona görə də hava ilə kokləndirmə etdikdə, məhz kokləndirmənin biraz yuxarısında çoxlu meyvə əmələ gəlir, düzdür? Bu təsadüfi deyil, tam olaraq eyni fizioloji prinsiplə bağlıdır. Mən bunu dəfələrlə yoxlamışam.
Halqa vurulan və ya hava ilə kokləndirmə edilən kiçik budaqlarda bir budaqda 6, 8, 10, hətta daha çox meyvə görmüşəm. Halbuki eyni ağacın heç bir sey edilməmiş digər budaqları çox az və ya heç meyvə vermir. Bu, bəxt deyil, ağacın həmin stimula verdiyi reaksiyadır. İndi isə ehtiyacımız olan materiallara və addım-addım izaha sakit şəkildə keçirik. Bu halda mən halqa vurmanın yalnız bir budaqda necə edildiyini göstərəcəm. Məsələn, bu konkret ağac üzərində artıq vaxtında istənib və gördüyünüz kimi artıq meyvə verir. Ona görə də texnikanı yenidən tətbiq etməyə ehtiyac yoxdur. Amma sənə necə edildiyini göstərirəm ki, oz ağacında düzgün tətbiq edə biləsən. Halqa vurmaq üçün bizə yaxşı itilənmiş bir bicaq və ya kəsici lazımdır, başqa heç nə. Əsas odur ki, yaxşı kəssin, çünki bir neçə təmiz kəsik edəcəyik. Halqa vurmaq çox sadədir. Budağın ətrafında iki paralel kəsik edilir, yəni budağı tamamilə dövrələyərək tam bir halqa əmələ gətirilir. Bu iki kəsik təxminən yarım santimetr, yəni 5 millimetr aralı olmalıdır. Dəqiq olmasına ehtiyac yoxdur, bu sadəcə bir istinaddır. Bu qədər məsafə kifayətdir. İki kəsiyi etdikdən sonra onların arasında qalan bütün qabığı çıxarırıq. Bunun uzun sadəcə iki halqanın ortasında kiçik bir kəsik edirik və budağı əhatə edən bütün qabığı çıxarırıq. Qabığı çıxaranda kambium görünür. O, nazik, hamar və biraz parlaq bir təbəqə kimi görünür. Gördüyünüz məhz axtardığımız şeydir. Burada bunu yaxşı basa düşmək çox vacibdir. Taxta kəsilmir, taxta qasınmır, havada kökləndirmədə olduğu kimi deyil. Bu halda kambiumu çıxarmırıq, daha dərinə getmirik, budağın içini zədələmirik, sadəcə qabığı çıxarırıq. Vəssalam, halqa düzgün edildikdə qabıq asanlıqla çıxır və o hamar daxili hissə görünür. Onda bilirik ki, halqalama düzgün aparılır. Artıq halqanı etdikdən və qabığı çıxardıqdan sonra həmin yarada göbələk infeksiyalarının və ya göbələklərin yaranmasının qarşısını almaq üçün əlimizdə varsa biraz uyudulmuş darçın səpə bilərik. Əgər darçınımız yoxdursa, heç bir problem yoxdur. Həmçinin aloe vera da tətbiq edə bilərik. Bu, kəsiyi nəmləndirməyə kömək edir və sağalma kallusunun əmələ gəlməsini sürətləndirir. Bundan sonra başqa heç nə etmək lazım deyil. Ağlanmır, ortulmur, heç bir şeylə üstü bağlanmır. Qalan işləri artıq ağac özü həll edəcək. Və bununla artıq heç vaxt meyvə verməyən o meyvə ağacının cicəkləməsi və heç vaxt olmadığı kimi məhsul verməsi üçün lazım olan hər şeyə sahibsən. Sadə, effektiv və düzgün istifadə olunan anilləmə texnikasını tətbiq etməklə. Əgər bu video sənə faydalı olubsa, bəyən düyməsini bas, məhsul verməyən ağacı olan biri ilə paylaş və kanala abunə ol. Çünki burada, ekoplanturda biz daha çox meyvə əldə etmək, məhsuldarlığı artırmaq və ağaclarımızın istər torpaqda, istərsə də dibcəkdə maksimum potensialını ortaya çıxarmaq üçün real texnikaları buluşuruq. Gələn videoda görüşərik və unutma, çox vaxt məsələ daha çox gübrə verməkdə deyil, ağacı düzgün şəkildə stimullaşdırmağı bilməkdədir. Sağ ol, möhkəm qucaq.